Salam aleykum, əziz və dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. İnsan təbiətdə işləyərkən Allahın yaratdığı hər bir şeydən bir ibrət götürür. Əgər Allah bu buğdaların bizə gəlib çatmağını istəməsəydi, insan övladı çörək tapmazdı yeməyə. Allah Quran-ı Kərimdə buyurur ki, sizə gələn hər nemət Allahdandır. Allah bu buğdanı yaradıb, biz bu buğdanı üyüdüb bundan un düzəldirik, sonra da ondan çörək bişirib yeyirik. Uca Allah bu buğdanı üstündə gördüyünüz bu xırda iynələrlə qoruyur. Quşlar gəlib bunu yeyə bilmirlər. Ola bilər bir-iki dənə yesinlər. Amma Allah bunu bizim üçün qoruyur. Əmin olun ki, siz Allahla bərabər olsanız, sizin qəlbiniz Allahla bərabər olsa, sizə gələn çatan nemət, sizə gələn çatan qisməti Allah bu cür qoruyacaqdır. Ona heç kim müdaxilə edə bilməz. Yetər ki, siz Allahla bərabər olun, qəlbiniz Allahla bərabər olsun. Allah Quran-ı Kərimdə buyurur ki, Allah səbr edənlərlə bərabərdir. Əgər biz səbr etsək, Allah bizlə bərabər olar. Əgər səbirsizlik etsək, şeytanla bərabər olarıq və şeytan da insan övladının düşmənidir. Həmd olsun uca yaradana. Bu gözəl nemətləri bizə göndərən Allahdır. Allaha həmd sənalar edin. Allahın yolu ilə gedin. Şeytanın yolu ilə getməyin əzizlərim.